Herkese salam. Bu videoda natural ədədlər mövzusunun izahına baxırıq. İlk öncə natural ədədlərə keçməmişdən əvvəl başlayaq say sistemləri haqqında məlumat verməyə. Say sistemləri mövqeyli və mövqeysiz olmaqla iki hissəyə bölünürlər. Mövqeyli say sistemlərinə bizim istifadə etdiyimiz onluq say sistemi aiddir. Mövqeysiz say sistemlərinə isə Rum rəqəmlərini aid edə bilərik. Rum rəqəmləri ədədlərin yazılışında eyni bir rəqəm bir-birinin ardınca 3 dəfədən artıq yazıla bilməz. Tutaq ki, biz əgər Rum rəqəmi ilə hər hansı bir ədədi yazırıqsa, 40 ədədi 4 dənə onu yaza bilmərik. Maksimum 3 dənə eyni rəqəmlə yaza bilərik. Tutaq ki, 30 yazdım. Digər ədədləri yazmaq üçün tutaq ki, Rum rəqəmlərinin oxunuşu zamanı böyük rəqəmin solunda əgər ədəd yazılıbsa, həmin ədəd çıxılır. Tutaq ki, yazmışıq 50 və solunda 10. Bunun oxunuşu olur 50-dən 10'u çıxırıq, alınır 40. Əgər böyük ədədin sağında kiçik ədəd yazılıbsa, tutaq ki 50 və 10. Bu zaman bunlar toplanılır, alınır 60 ədədi. Rum rəqəmləri simvollarla yazılır. 1 bu şəkildə yazılır. I hərfi ilə, 5 V hərfi ilə, 10 X, 50 L, 100 S, 500 D, 1000 M hərfi ilə işarə olunur. Tutaq ki, hər hansı bir ədəd yazırıq. S, D, bu şəkildə. Ədədi yazarkən baxıram ki, böyük ədəd var burada. D, yəni 500. Onun solunda isə kiçik bir ədəd yazılıb 100. Bu zaman 500-dən 100'ü çıxmaq lazımdır. 500-dən 100'ü çıxanda burada alınır 400. 400 birbaşa yazmıram, 4 və ardınca nöqtələr yazıram. Daha sonra burada var 10. Onun olduğu kimi yazıram bura, yəni 1. Daha sonra isə 10 və onun solunda bir dənə də ədəd yazılıb. Yəni 10'dan 1 çıxıram, alınır 9. Ədədimiz nə oldu? 419. Mövqeyli say sistemində isə ədədlərin rəqəmləri yazıldığı mərtəbədən asılı olaraq qiymətini dəyişir. İfadə etdiyimiz, hal-hazırda yazdığımız say sistemi buna nümunədir, yəni onluq say sistemi. Onluq say sistemi üçün qeyd etdiyimiz rəqəmlərdir. Rəqəmlər bir növ riyaziyyatın əlifbasıdır. Rəqəmlərin köməyi ilə biz ədədləri yaradırıq. Həmin ədədlərə deyirik natural ədədlər. Danışaq ədəd oxundan. Ədəd oxu nədir? Ədəd oxu üzərində başlanğıc nöqtə 0. İstiqamət istər müsbət sonsuzluğa sağ tərəf və yaxud mənfi sonsuzluq sol tərəf. Vahid parçalar qeyd olunan düz xəttə, şuaya deyilir ədəd oxu. Ədəd oxu üzərində qeyd olunan ədədlər natural ədədlərdir. N hərfi ilə işarə olunur. 1-dən başlayaraq sonsuzluğa qədər davam edir. 0 natural ədəd deyil. Mənfi olmayan tam ədədlər, bura natural ədədlərdən əlavə 0'ı da aid edirik. Tam ədədlər Z hərfi ilə işarə olunur. Bütün mənfi ədədlər 0 və müsbət ədədlər buna nümunədir. Rasional ədədlər isə Q hərfi ilə işarə olunur. Bütün mənfi ədədlər, onluq kəsirlər, düzgün olmayan kəsirlər, düzgün kəsirlər, saf dövrü onluq kəsirlər, qarışıq dövrü onluq kəsirlər hamısı rasional ədədlərə nümunə olaraq göstərə bilərik. İrasional ədədlər Q iştirak ilə işarə olunur. Sonsuz dövrü onluq kəsir şəklində göstərilə bilməyən ədədlərə deyilir. Məsələn, kök altında 2, kökdən 2 çıxmır, təqribi bir cavab alırıq. Ona görə rasional ədədlərə aiddir. Pi təqribən 3,14'dür, amma bilirik ki, 14'dən sonra sonsuz sayda təkrarlanmayan ədədlər var. Y ədədi təqribən 2,71'dir, amma 2,71 ilə yekunlaşmır. Birdən sonra sonsuz sayda təkrarlanmayan rəqəmlər var. Loqaritm 5, kosinus 15 dərəcə, kök altında 7 və s. irrasional ədədlərə nümunə göstərə bilərik. Həqiqi ədədlər isə bütün bu saydığımız ədədlər hamısı
həqiqi ədədlərə aiddir. Yəni həqiqi ədədləri biz yaza bilərik. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında olan bütün natural, tam, rasional, irrasional ədədlərin hamısı həqiqi ədədlər adlanır. Əgər çoxluq şəklində göstərsək, ən daxildə olan çoxluğumuz natural ədədlərdir. Daha sonra tam ədədlər gəlir. Tam ədədlərin içərisində natural ədədlər də var. Daha sonra rasional ədədlər. İrrasional ədədlər ayrıca bir çoxluq kimi göstəririk və hamısı daxildir həqiqi ədədlər çoxluğuna. Natural ədədlərlə davam edək. Natural ədədlər cüt və tək olmaqla iki hissəyə ayrılırlar. Cüt ədədlər sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlərdir. Tək ədədlər isə sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlərdir. Başqa cür tərif versək əgər, cüt ədədlər 2-yə qalıqsız bölünən ədədlərdir. Tək ədədlər isə 2-yə qalıqsız bölünə bilməyən, yəni qalıqlı bölünən ədədlərdir. Nümunə üçün baxaq, 20 ədədinə 2-yə böldüyümüz zaman 10 alınır, qalıq yoxdur. Amma tək ədədlərdən baxıram 21-ə 2-yə bölsəm əgər 10 dəfə yerləşir, amma içərisinə qalıq 1 qalır. Ümumiyyətlə tək ədədləri 2-yə böldüyümüz zaman hər zaman qalıqda 1 qalmalıdır. Ardıcıl şəkildə cüt və tək ədədlərə baxaq. Dedik ki, cüt ədədlər 2n ilə işarə olunur və cüt ədədlər 2 vahid artırlar. Bir-birindən 2 vahid fərqlənirlər. Ardıcıl cüt ədədləri yazanda birinci ədədə düsturdakı 2n yazıram. 2 vahiddən bir artdığına görə ikinci ədəd olacaq 2n üstəgəl 2. Üçüncü ədəd 2n üstəgəl 4. Dördüncü 2n üstəgəl 6. Beşinci 2n üstəgəl 8. Altıncı 2n üstəgəl 10 və sair şəklində 2 vahid artaraq davam edəcək. Ardıcıl tək ədədləri isə istər 2n plus 1, istər də 2n minus 1 düsturu ilə yaza bilərik. Baxaq 2n minus 1-ə. Üzərinə 2 gəlirik, çünki tək ədədlərdə 2 vahiddən bir artırlar. İkinci ədəd olacaq 2n plus 1, çünki mənfi 1-in üstünə müsbət 2 gələndə müsbət 1 verir. 2n üstəgəl 3, 2n üstəgəl 5, 2n üstəgəl 7, 2n üstəgəl 9 və s. şəklində davam edir. Əgər birinci ədədimizə 2n plus 1 desək, bu zaman 2n üstəgəl 3, 2n üstəgəl 5, 2n üstəgəl 7, 2n üstəgəl 9, 2n üstəgəl 11 və s. şəklində ardıcıl tək ədədləri göstərə bilərik. Nə zaman istifadə edirik bunlara? Misal nümunələrinə baxaq. Test toplusundan səhifə 6-dan 2 misalın izahına baxaq. 18 nömrəli tapşırıqda deyir ki, 2 ardıcıl cüt natural ədədin cəmi 66 olarsa, bu ədədlərin böyüyünü tapın. Ardıcıl cüt 2 dənə ədəd var. Deməli, birinci ədədə yazarıq 2n, ikinci ədədə yazarıq 2n üstəgəl 2. Cəmi 66-dır. Cəmləyək. 2n üstəgəlinsin, 2n üstəgəl 2 bərabər 66. 2n, 2n bizə verir 4n. Üstəgəl 2 bərabərdir 66. 4n bərabərdir. 2-ni keçirdirik sağ tərəfə. 66-dan 2 çıxanda 64. N bərabərdir 16. Deməli, n-in qiyməti 16-dır. Bizdən bu ədədlərin böyüyünü istəyir. 2 dənə ədədimiz var idi. Biri 2n-dir, digəri 2n üstəgəl 2-dir. Böyük neçə olacaq? 2n üstəgəl 2 olacaq. Gətirib yerinə yazırıq. 2 vurulsun n nədir? 16 üstəgəl 2. 2-ni 16-ya vuranda 32, üstünə də 2 gəlsək 34. Deməli, böyük ədədimiz 34-dür. 26 nömrəli tapşırıq. 3 ardıcıl natural ədədin cəmi 63-dür. Natural ədəddən danışır. Natural ədədləri işarə edərkən isə hər hansı bir ədəd yazıram. N. Natural ədədlər 1 vahid artır. İkinci ədəd olacaq n üstəgəl 1. Üçüncü ədədimiz olacaq n üstəgəl 2. Cəmi 63-dür. Cəmləyək. N üstəgəlsin. N üstəgəl 1. Üstəgəl n üstəgəl 2 bərabərdir 63. N'lərin sayı 3 dənədir. 3n üstəgəl 3 bərabərdir 63. 3n bərabərdir 60, n bərabərdir 20. N-in qiymətini 20 tapdıq. Bu ədədlərdən ən kiçik ilə ən böyüyün hasilini istəyir. Ən kiçik n-dir, ən böyük isə n üstəgəl 2-dir.
Eni tapmışıq. En üstəgəl 2 neçə olacaq? 22. Hasili də 20 vurulsun 22. 440 almış olacaq. Davam edirik. Natural ədədlərin onluq say sistemində yazılışı ilə. Natural ədədləri bəzən bu şəkildə də AB üstü xət, ABS üstü xət və s. MN üstü xət, X, Y üstü xət şəklində göstərə bilərlər. Həmin ədədləri biz mərtəbə vahidlərinə görə ayrılmış şəkildə yazmaq istəyiriksə əgər, onluq say sistemində mərtəbə toplananlarını cəmi şəklində yazmaq istəyiriksə əgər, məsələn, AB ədədi. B burada hansı mərtəbədir? Təklik. A onluq. Yazarıq bunu 10A üstəgəl B şəklində. Niyə görə? Tutaq ki, hər hansı 2 rəqəmli bir ədədimiz var. 24. Biz bu 24 ədədini 10 vurulsun 2. Üstə gəlinsin 4 şəklində yaza bilirikmi? Bilirik. 10-u 2-yə vuraram 20, üstündə 4 gəlsin 24. Bizə verilən ədədi almış olduq. Yəni deməli, ədəd hərflərlə verildiyi zaman, simvollarla verildiyi zaman onu mərtəbə toplananlarının cəmi şəklində göstərmək olar. ABC ədədidir. Baxıram, təklik, onluq, yüzlük mərtəbəsi var. A yüzlük mərtəbəsindədir, olacaq 100 vurulsun A. Üstə gəlib B onluqdadır, 10 vurulsun B. C təklikdədir, 1-ə vura da bilərik, vurmaya da bilərik. Onsuz da vuranda cavab dəyişmir. 4 rəqəmli bir ədəddir, təklik, onluq, yüzlük, minlik. A minlik mərtəbəsindədir. 1000 vurulsun A. Üstə gəlinsin 100 vurulsun B. Üstə gəl 10 vurulsun C. Üstə gəl 1 vurulsun D. 5 rəqəmli bir ədəddir. A 10 minlik mərtəbəsindədir. 10.000 A. Üstə gəlinsin 1000 B. Üstə gəlinsin 100 C. Üstə gəlinsin 10 D. Üstə gəl Y şəklində yaza bilərik. Baxaq ədədin mərtəbə vahidlərinə ayrılışına. Hər hansı bir ABC ədədidir. Bizdə burada minliklərin soruşur. Deyir, bu ədəddə neçə sayda minlik var? 1000 deyəndə ağlımıza nə gəlir? Yazırıq. 3 dənə 0. 1000 deyəndə 3 dənə 0 gəlir ağlımıza. Ədədin sonundan 3 dənə rəqəmi silirəm. Nə qaldı? A. Deməli, bu ədəddə A sayda minlik var. Yüzlük. 100 deyəndə 2 dənə 0 gəlir ağlımıza. Ədədin sonundan 2 dənə rəqəmi silirəm. Nə qaldı? AB. Deməli, bu ədəddə AB sayda yüzlük var. Onluq 1 dənə 0 gəlir ağlımıza. Bir dənə rəqəm silirəm. Nə qaldı? ABC. Deməli, bu ədəddə ABC sayda onluq var. Təklik deyəndə 1-dir, 0-ı yoxdur, heç nə silmirəm. Deməli, bu ədəddə ABCD sayda təklik var. Misal üzərində baxaq. Tutaq ki, 9785 ədədində neçə minlik, neçə yüzlük, neçə onluq və neçə təklik olduğunu soruşur. Təklik deyəndə 1, 0-ı yoxdur, heç nə silmirəm, olduğu kimi yazıram. Deməli, bu ədəddə 9785 sayda təklik var. Onluq deyəndə 1, 0 var. Ədədin sonundan bir dənə rəqəm silirəm. Nə qaldı? 978. Deməli, bu ədəddə 978 sayda onluq var. Yüzlük 2 dənə 0 var. 2 dənə rəqəm sildik. Nə qaldı? 97. Deməli, ədədimizdə 97 yüzlük var. Minlik 3 dənə 0 var. 3 dənə rəqəm sildim. Qaldı 9. Deməli, ədəddə 9 sayda minlik var. Baxaq misal nümunələrinə. Tutaq ki, 12 nömrəli tapşırıq test toplusu səhifə 4. AB 7 çıxılsın AB bərabərdir 133 olarsa A üstə gəl B cəmini tapın. Bu tip misalları iki cür yaza bilərik. Biri normal qaydada həll edərik, yəni mərtəbə toplananlarının cəmi şəklində ayırarıq. İkinci isə praktik şəkildə alt-alta toplayıb çıxarıq. Birinci baxıram birinci üsula. Açıram bunları. A yüzlük mərtəbəsindədir. Yazaram 100A, üstə gəlinsin 10B, üstə gəl 7, çıxılsın. 10A üstə gəl B olmalıdır. Qarşıda mənfi var D, birbaşa bunu çıxma yazıram. 10B çıx. 10A çıx B şəklində. Bərabərdir 133. 100A'dan 10A çıxıram. 90A. 10B'dən B çıxıram. 9B. 7-ni də keçirəm 133-ün yanına. 133-dən də 7 çıxanda qalır
126. 9-u çıxarıram ortaq vuruq kimi çölə. Qalır 10A üstəgəl B bərabərdir 126. 10A üstəgəl B nə deməkdir? AB deməkdir. Yəni 2 rəqəmli ədəddir. 126-nı da 9-a böləndə qalır 14. Deməli, AB ədədimiz 14-dür. Buradan A 1, B isə 4-ə bərabərdir. A üstəgəl B cəmi də bizə neçə verəcək? 5. Doğru cavab Y bəndi. Bu birinci üsul. İkinci üsul isə dedik praktik üsuldur. Çıxaq bunları alt-alta. Yəni AB 7-dən çıxıram AB-ni. Bərabər olur 133-ə. İndi fikirləşək. 7-dən hansı ədədə çıxanda 3 qalır? 7-dən B çıxıblar 3 qalıb. Deməli B bərabərdir 4-ə. 7-dən 4 çıxsam 3 qalır. Artıq burada bilirəm ki 4 olmalıdır. 4-dən neçə çıxanda 3 qalacaq? 1. Deməli A da 1-ə bərabərdir. Cəmi 4 üstəgəl 1, 5 olacaq. Doğru cavab yenə Y variant. Hər iki üsulla da misalımızın cavabı doğru alınır. 16 nömrəli tapşırıq. Baxaq. 2 rəqəmli AB ədədi üçün AB bərabərdir 2A üstəgəl 4B olarsa A üstəgəl B cəmi tapın. Bu cür misallarda verilən AB-ni açmaq lazımdır. 10A üstəgəl B bərabərdir 2A üstəgəl 4B. A'ları bir tərəfə keçirirəm, B'ləri bir tərəfə. 2A'nı sola, B'ni sağa. 10A'dan 2A çıxıram, 8A. 4B'dən B çıxıram, 3B. İxtisar gedirmi? Xeyr. Buradan uyğun olaraq A'ya 3 deyə bilərəm, B'yə 8 deyə bilərəm. A üstəgəl B cəmi neçə olacaq? 3 üstəgəl 8, 11. 30 nömrəli tapşırıq. AB 2 rəqəmli ədədi üçün AB minus BA bölünsün A üstəgəl B bərabər 6 olarsa A vur B hasilini tapın. Verilənləri açırıq. AB nə deməkdir? 10A üstəgəl B çıxılsın. 10B üstəgəl A olmalı. Qarşıda mənfi var deyə bunu birbaşa 10B minus A yazıram. Bölünsün A üstəgəl B bərabərdir 6. 6-nın məxrəcdə 1 var. Bunu niyə görə yazdım? Çarpaz şəkildə vuracaq bunu. Demək, 10A'dan A çıxıram. 9A. B'dən 10B çıxıram. Mənfi 9B. Bölünsün A üstəgəl B bərabərdir 1-də 6. Surətdən 9-u ortaq vuruq kimi çıxardaq. Qalır A çıx B. Çarpaz şəkildə vursam olur 6 vurulsun A üstəgəl B şəklində. Vurub açaq. 9A çıxılsın 9B bərabərdir 6A üstəgəlinsin 6B. A'ları bir tərəfə, B'ləri digər tərəfə. 9A'dan çıxıram 6A'nı qalır 3A. 6A'nın üstə 9B'yə gəlirəm, alıram 15B. Hər tərəf 3-ə bölünür, A bərabər olur 5B'yə. Buradan alıram ki, A 5'dir, B isə 1'dir. A vur B hasili də olacaq, 5 vurulsun 1, 5. Davam edirik. Əməllər sırası, natural ədədlər üzərində əməllər və onların sayın tapılması. Deməli, natural ədədlərin cəmi, hasili, qüvvəti hər zaman natural ədəddir. Amma natural ədədlərin fərqi və nisbəti natural ədəd ola da bilər, olmaya da bilər. Tutaq ki, bizdən ən böyük, n rəqəmli natural ədəd istənilir. Ən böyük rəqəmimiz nə idi? 9. Ən böyük, n rəqəmli natural ədədi yazanda n sayda 9-dan istifadə edirik. Burada 9'ların sayı n saydadır. Əgər bizdən n sayda ən kiçik n rəqəmli natural ədəd istənsə, bu zaman 1 və 0'lardan istifadə edirik. N sayda 0 olmuş olur. Əgər bizdən rəqəmləri müxtəlif olan ən böyük n rəqəmli natural ədəd istənsə, bu zaman rəqəmlərimizi müxtəlif şəkildə düzürük. Və s. Ən kiçik istənsə əgər 1, 0, 2, 3, 4 və s. bu şəkildə yaza bilərik. Unikal ədəd. Nədir unikal ədəd? Bütün rəqəmləri müxtəlif olan ədədə deyilir unikal ədəd. Bəs palindrom ədəd nədir? Sağdan və soldan oxunuşu eyni olan ədədlərə palindrom ədədlər deyilir. Məsələn, 323 palindrom ədəddir və yaxud da 52325 palindrom ədəddir. Çünki həm soldan oxunuşu 52325'dir, həm də sağdan oxunuşu 52325'dir. Unikal ədəd isə 2, 1, 0 şəklində yazılan ədədə deyilir. Baxaq,
verilmiş aralıqdakı tam və natural ədədlərin sayılmasına. Tutaq ki, bizə deyir ki, A və B ədədləri arasındakı tam ədədlərin sayını tapın. Bu şəkildə verib birinci şəkildə. A, B, n bərabərdir B minus A minus B. Yəni nə deməkdir? Aralıq verilib. Burada A və B ədədləri qeyd olunub. Nə A, nə də B bu aralığa daxil deyil. Yəni yazaram n böyükdür A, kiçikdir B şəklində. Bu zaman sayı tapanda sağdakı ədəddən soldakını çıxırıq, bir də 1 çıxırıq. Çünki nə A, nə də B o aralığa daxil deyil. Tutaq ki, baxaq, -3, 5 aralığındakı ədədlərin sayı. N bərabər olur. 5 çıxılsın -3 çıxılsın 1. 5 çıx -3 bizə 8 verir, toplanılır. Bir də çıxsam 7 qalır. Baxaq görək həqiqətən də həmin aralıqda 7 dənə ədəd varmı? -2, -1, 0, 1, 2, 3, 4. Saysaq 7 dənə var. Deməli düsturumuz ödənir. İkinci qaydada isə ədədlərdən biri bu aralığa daxildir. Yəni birində qabarıq mötərizə var, yəni alır mötərizəsi var. Bu zaman sadəcə soldakı ədəddən sağdakını çıxmaq kifayət edir. Məsələn, -3, 5 aralığında -3 daxildir bu aralığa. Neçə tam ədəd var? 5-dən çıxırıq sadəcə -3-ü. Olur 8 dənə. Bayaqki say yerində qalır. Sadəcə olaraq ora bir dənə -3-ü də əlavə edirik. Buna görə də sayımız 8 dənə olmuş olur. Üçüncü qaydada isə hər iki ədəd bu aralığa daxildir. Yəni həm -3, həm də 5 burada var. Bu zaman soldakı ədəddən sağdakını çıxırıq, əlavə olaraq üzərinə bir 1 gəlirik. Düsturda qeyd olunduğu kimi. Yazacağıq 5 çıx -3, 8 üstünə 1 gələndə 9. Bayaq -3-dən 4-ə qədər saymışdıq, 8 dənə olmuşdu. Əlavə olaraq 5-i də əlavə edirik bura. Olur 9 dənə ədədimiz. Baxaq A və B ədədləri arasındakı M-ə bölünən tam ədədlərin sayının tapılmasına. Düsturlarımız yenə eyni qaydada qalır. Tutaq ki, A və B ədədləri heç birisi bu aralığa daxil deyil. Aralıqdakı hər hansı bir M-ə bölünən ədədlərin sayı istənir. Bu zaman soldakı ədəddən sağdakını çıxırıq. Sağdakından soldakını çıxırıq, bölürük M-ə, çıxırıq 1. Niyə? Heç bir ədəd aralıqda olmadığına görə. İkinci ədədlərdən biri bu aralığa daxildir. Bu zaman sadəcə sağdakından soldakını çıxırıq, bölürük M-ə. Yox, əgər hər iki ədəd bu aralığa daxil olarsa, bu zaman sağdakı ədəddən soldakını çıxırıq, bölürük M-ə. Üzərinə də 1 gəlirik, çünki hər iki ədəd bu aralıqda var. Misal nümunəsinə baxaq. Tutaq ki, deyir, bu şəkildə olmasın. Məsələn, 10 və 37 arasında 3-ə bölünən tam ədədlərin sayını tapın. İlk öncə 10 və 37-yə baxıram. Nə 10, nə də 37 3-ə bölünmür. Aralığı kiçildirəm. 10-dan sonra hansı ədəd 3-ə bölünür? 12. 12 bu aralıqda varmı? Bəli. Mötərizəni qabarıq edirəm. 37-dən kiçik hansı 2 rəqəmli ədəddir 3-ə bölünən? 36. Bu aralıqda varmı? Bəli. Deməli, üçüncü şəklə düşdü bizim düsturumuz, misalımız. Yazırıq. N bərabərdir. 36 çıxılsın 12. Bölünsün 3. Üstə gəl 1. 36-dan 12 çıxırıq. 24. 24 3-ə bölünür 8. Üstünə də 1 gəlsə 9. Hansı ədədlərdir bəs bunlar? Baxaq. 12, 15, 18, 21, 24, 27, 30, 33 və 36. 9 dənə oldu mu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni düsturumuz doğrudur. Davam edirik bölünmə əlamətləri ilə. Bölünmə əlamətləri misallarda bizim işimizi daha rahat həll etmək üçün istifadə olunur. 2-yə, 3-ə, 4-ə, 5-ə, 6, 7, 8, 9, 10, 11 və sair şəklində bölünmə əlamətləri var. 1-ə və 0-a bölünmə əlamətləri əvvəldən bildiyimiz kimidir. Ədədləri 0-a bölmək mənasızdır, 0-a bölmək yoxdur. 1-ə böldüyümüz zaman isə
ədədin ilə özü alınır. Başlayaq 2-yə bölünmədən. Bütün cüt ədədlər 2-yə bölünür. Əgər verilən salda ədədlərimiz cütdürsə, deməli 2-yə tam şəkildə qalıqsız bölünəcək. Məsələn, 20, 48, 174 və s. Cütdürsə, yəni sonu 0, 2, 4, 6, 8 ilə bitirsə, deməli bu ədədlər cütdür və 2-yə tam şəkildə bölünəcək. 3-ə bölünmə əlaməti ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə, bu ədəd özü də 3-ə qalıqsız bölünür. Məsələn, 192 ədədi. 192 ədədinin rəqəmlərini cəmləyək. 1 üstəgəl 9, üstəgəl 2. Nə verir bizə? 12. 12 özü 3-ə bölünürmü? Bəli. Deməli, 192 də 3-ə tam şəkildə bölünəcək. 4-ə bölünmə əlaməti. Ədədin son 2 rəqəmi 0 və yaxud son 2 rəqəmli ədədi 4-ə bölünən ədədlər 4-ə bölünür. Məsələn, 300, son 2 rəqəmi 0-dırsa, demək 4-ə bölünəcək. 904, son 2 rəqəm 0-dır. 4-ə bölünürsə, deməli 904-də bölünəcək. 316, 4-ə bölünür. 712, son 2 rəqəm 4-ə bölündüyünə görə, deməli ümumi ədəd də 4-ə bölünəcək. 5-ə bölünmə əlamət. Sonu 0 və 5 ilə qurtaran bütün ədədlər 5-ə bölünür. Məsələn, 145, 130, 795 və s. Sonu 0 və 5 ilə bitən ədədlər hamısı 5-ə bölünür. 6-ya bölünmə əlaməti. Həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya bölünür. Yəni nə deməkdir? 2-yə bölünməsi üçün cüt olmalıdır. 3-ə bölünməsi üçün rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Hər iki əlaməti ödəyirsə əgər ədəd, deməli bu ədəd 6-ya da bölünəcək. 7-yə bölünmə əlaməti. Ədədin sonuncu rəqəmini 5-ə vurub, qalan hissəsi ilə toplayanda alınan cəm 7-yə bölünürsə, deməli ədədin özü də 7-yə bölünəcək. Məsələn, 532 ədədi. Son rəqəmi 5-ə vururam. 2-ni vururam 5-ə, toplayıram qalan hissə ilə. Qalan hissə nə idi? 53. 2-ni 5-ə vuranda 10, 53 ilə toplayıram, olur 63. 63 7-yə bölünürmü? Bəli. Deməli 532 ədədi də 7-yə tam şəkildə bölünəcək. 8-ə bölünmə əlaməti son 3 rəqəmi 0 yaxud son 3 rəqəmin əmələ gətirdiyi ədəd 8-ə bölünürsə, deməli ədədin özü də 8-ə bölünəcək. Məsələn, 17.000. Son 3 rəqəm 0-dırsa, deməli 8-ə tam bölünür. 2008. Son 3 rəqəm 8-ə bölünürmü? Bəli. Deməli ədəd özü də 8-ə bölünəcək. 9-a bölünmə əlaməti. Rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Baxaq, 765. Toplayaq. Olur 18. 18 9-a bölünürmü? Bəli. Deməli 765 də 9-a bölünəcək. 10-a bölünmə əlaməti. Sonu 0 ilə bitən bütün ədədlər 10-a qalıqsız şəkildə bölünür, tam bölünür. 11-ə bölünmə əlaməti. Hər hansı bir ədəd verilib, bu ədədi nömrələyirik. Tutaq ki, belə verilib. A1, A2, A3, A4, A5, A6. Rəqəmlərdir bunlar. 11-ə bölünməsi üçün tək sırada dayanan ədədlərin cəmindən, yəni A1 üstəgəlinsin A3 üstəgəl A5, çıxırıq cüt sırada dayananların cəmini. A2 üstəgəl A4 üstəgəl A6. Əgər alınan fərq 0-a bərabər olarsa və ya 11-ə bölünən ədəd olarsa, deməli o zaman ədədin özü də, verilən ədədin özü də 11-ə qalıqsız şəkildə, tam şəkildə bölünəcək. Misal nümunəsi ilə baxaq buna, daha yaxşı aydın olması üçün. Tutaq ki, hər hansı bir ədəddir. Bu ədəddə tək sırada dayananları toplayıram. 2-dir, 3-dür, 7-dir. Çıxıram cüt sırada dayananları. 4 və 8. Birinci cəm bizə verir 12, ikinci cəm bizə verir 12. Fərq nə oldu? 0. Fərq 0-dırsa, deməli verilən ədəd
yəni 24387 ədədi də 11-ə tam şəkildə qalıqsız bölünəcək. 12-yə bölünmə əlaməti həm 3-ə, həm də 4-ə bölünən ədədlər 12-yə bölünür. 3-ə bölünmə əlamətimiz var idi, baxdıq. 4-ə bölünmə əlaməti də var. Demək, hər iki əlamət ödəyirsə, deməli 12-yə bölünəcək. 15-ə bölünməsi üçün həm 3-ə, həm də 5-ə bölünən ədədlər 15-ə bölünür. 18 həm 2-yə, həm də 9-a bölünən ədədlər 18-ə bölünür. Yəni, hər iki bölünmə əlaməti ödənməlidir. 25 son 2 rəqəm 0 olan, yaxud son 2 rəqəmli ədəd 25, 50, 75 olan ədədlər 25-ə bölünür. Məsələn, 1200 son 2 rəqəm 0-dır, deməli 25-ə bölünəcək. 1425 son 2 rəqəm 25-dir, bölünəcək. 1350 son 2 rəqəm 50-dir, deməli bölünəcək 25-ə. 30-a bölünmə əlaməti 2-yə, 3-ə və 5-ə bölünən ədədlər 30-a da bölünəcək. Və s. bu şəkildə bölünmə əlamətlərini yaza bilərik. Qeyd olaraq bildirim ki, əgər bir cəm verilibsə, toplananların hər biri A ədədinə bölünürsə, onda cəm də həmin ədədə bölünəcək. Amma vuruqlardan heç olmasa biri hər hansı bir A ədədinə bölünürsə, onda hasil özü də həmin A ədədinə mütləq bölünməlidir. Davam edirik qalıqlı və qalıqsız bölmə ilə. Qalıqsız bölmə normal bildiyimizdir. Bölünən, bölünsün, bölən bərabərdir qismətdir. Bölünəni tapmaq istəsək əgər, böləni vurmalıyıq qalığa. Qalıqlı bölmədə isə bölünən, bölünsün, bölən bərabərdir natamam qismət və qalıq var. Bir qayda olaraq bilməliyik ki, bölən hər zaman qalıqdan böyükdür. Hər zaman qalıqdan böyük olmalıdır. Qalıqlı bölmədə bölünən necə tapılır? Bölünən bərabərdir. Bölən vurulsun, natamam qismət üstə gəlinsin, qalıq ilə tapılır. Dedik ki, qalıq böləndən kiçik olmalıdır. Qalıq qismətdən kiçik olarsa, bölən və qismətin yerini dəyişmək olar. Demək, nə dedim? Tutaq ki, verilib hər hansı bir A bölünsün B bərabərdir C-dir. Qalığımız da olsun R. Əgər R, yəni qalıq qismətdən kiçikdirsə və yaxud da böyükdürsə, bu zaman yaza bilərəm ki, kiçikdirsə. A bölünsün C bərabərdir B qalıq R şəklini yaza bilərəm. Neynədik? Qismətlə, natamam qismətlə bölənin yerini dəyişdik. Qalıqlı və qalıqsız bölmə bu qədər. Sadə və mürəkkəb ədədlər, qarşılıqlı sadə ədədlər. Natural ədədlər bölənlərinin sayına görə 3 növə ayrılır. Bölənlərinin sayı 2-dən az olan ədədlər, buna 1 aiddir. 1 nə sadə, nə də mürəkkəb ədəd deyil. İkinci, bölənlərinin sayı 2 olan ədədlər. Bunlar sadə ədədlərdir. Məsələn, nümunə olaraq deyərəm. 2, 3, 5, 7, 11, 13 və s. Üçüncü isə bölənlərinin sayı 2-dən çox olan ədədlərdir. Bunlara deyərik 4, 6, 8, 9, 10, 12, 14 və s. Demək, sadə ədədlər yalnız 2 böləni olan ədədlərdir ki, bu bölənlər də 1 və özüdür. Yəni 2 1-ə bölünür, özünə bölünür. 3 1-ə bölünür, özünə bölünür. 5 1-ə özünə bölünür. 7 1-ə bölünür, özünə bölünür. 11 1-ə bölünür, özünə bölünür. 13 1-ə bölünür, özünə bölünür. Mürəkkəb ədədlər isə 2-dən çox böləni olan ədədlərdir. Məsələn, 4 1-ə bölünür, 2-yə bölünür, özünə bölünür. 6 1-ə, 2-yə, 3-ə, özünə bölünür. 8 1-ə, 2-yə, 4-ə, özünə. 9 1-ə, 3-ə, özünə bölünür. 10 1-ə, 2-yə, 5-ə, özünə. 12 1-ə, 2-yə, 3-ə, 4-ə, 6-ya, özünə bölünür. 14 1-ə,
2-yə, 7-yə və özünə bölünür. Yəni, mürəkkəb ədədlər olması üçün ədədin onun bölənlərinin sayı 2-dən artıq olmalıdır. Sadə ədədlərin ən kiçiyi 2-dir və 2 yeganə cüt ədəddir ki, sadədir. Digər sadə ədədlərə baxsaq, hamısı nə cür ədədlərdir? Tək ədədlərdir. Mürəkkəb ədədlər isə həm cüt ola bilərlər, həm də tək ola bilərlər. Demək, 2 yeganə cüt ədəddir ki, sadədir. Qalan bütün cüt ədədlər mürəkkəbdir. Çünki cüt ədədlər hamısı birdən özündən başqa heç olmasa 2-yə bölünürlər. Ona görə onlar sadə ola bilməzlər. Amma 2 yalnız 1-ə və özünə bölündüyünə görə sadə ədəd adlanır. Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlər birdən başqa ortaq böləni olmayan və ya ortaq sadə vuruqları olmayan ədədlərdir. Qarşılıqlı sadə ədədlər təyin etmək üçün məsələn baxaq. Birinci. 1 istənilən ədəd ilə qarşılıqlı sadədir. Məsələn, 1 n yazıram. Məsələn, 1 5 ilə qarşılıqlı sadədir. 1 10 ilə qarşılıqlı sadədir. 1 8 ilə qarşılıqlı sadədir. Və s. Yəni, 1 istənilən bütün ədədlərlə qarşılıqlı sadə olur. İkinci qayda. Ardıcıl natural ədədlər qarşılıqlı sadədir. Yəni, n və n üstəgəl 1 qarşılıqlı sadədir. 16, 17. Tutaq ki, 24, 25. Qarşılıqlı sadə ədədlərdir. Ardıcıl natural olduğuna görə. Üçüncü qayda. Ardıcıl tək ədədlər qarşılıqlı sadədir. 2n plus 1, 2n plus 3. Məsələn, 17, 19 qarşılıqlı sadədir. 23, 25 qarşılıqlı sadədir və s. Dördüncü qayda. 2 sadə ədəd qarşılıqlı sadədir. Məsələn, 13, 19, 5, 11. Bunlar qarşılıqlı sadə ədədlərdir. Keçək ədədin natural bölənlərinin sayı, mürəkkəb bölən sayı, tam bölən sayı. İlk öncə bunları deməmişdən əvvəl biz danışmalıyıq mürəkkəb ədədin sadə bölənlərinə ayrılışından. Hər hansı bir mürəkkəb ədəd götürək. Tutaq ki, ədədimiz olsun elə 36. Bu ədədi sadə bölənlərinə ayırmaq üçün xətt çəkirik və bölürük ən kiçik sadə ədədimizə. 2-yə. Əgər ədəd 2-yə bölünməsə, onu bölməliyik 3-ə. 3-ə bölünməsə 5-ə. 5-ə bölünməsə 7. 7 bölünməsə 11 şəklində davam edirik. Amma bir sadə ədəd yazmışıqsa, sonra qayıdıb ondan kiçiyinə bölə bilmərik. Tutaq ki, 5-ə bölmüşüksə, sonra qayıdıb 3-ə bölə bilmərik. 2-yə bölə bilmərik. Kiçikdən böyüyə doğru yazılmalıdır. 36 bölünür 2-yə, qalır 18. 18 bölünür 2-yə, 9. 9 bölünür 3-ə, 3. 3-ü də 3-ə bölürük, 1. Bu şəkildə ayırdıq sadə bölənlərini. Qüvvət şəklində yazıram. 2-dən neçə dənədir? 2 dənə yazmışıq. 3-dən neçə dənədir? 2 dənə. Onu da qeyd etmişik. Yəni, qüvvət şəklində yaza bilərik. Keçək natural bölənlərin sayına. Natural bölənlərin sayını taparkən düstur şəklində yazsaq, tutaq ki, hər hansı bir A ədədidir. Onu ayırmışıq. Burada gördüyümüz kimi sadə vurğuların qüvvəti şəklində yazmışıq. A-dan n dənədir, A sadə ədəddir. B sadə də ondan m dənədir. C sadə ədəddir, ondan da k dənə var. Tutaq ki, natural bölənlərin sayını tapırıqsa, qüvvətin üzərinə 1 gəlirik və bir-birinə vururuq. Misal üzərində baxsaq, 36-nı ayırmışıq 2 üstü 2, 3 üstü 2. Natural bölənlərin sayını tapanda qüvvətlərin üstünə 1 gəlib vururam. 2 üstəgəl 1 vurulsun, 2 üstəgəl 1. Olur, 9 dənə natural böləni var. Mürəkkəb bölənlərin sayı. Mürəkkəb bölənlərin sayını tapanda isə ədədin natural bölənlərin sayından sadə bölənlərin sayını və 1 çıxırıq. 1 nə sadə, nə də mürəkkəb olduğuna görə çıxırıq. Yəni, natural bölənlərin sayı neçə dənə oldu? 9 dənə. Misal üzərində baxaq. Çıxıram. Sadə bölənlərin sayı. Sadə bölənlər neçə dənədir? 2 dənədir. 2 və 3. Çıxdım 2-ni. Çıxıram bir də 1-i. 1 nə sadə, nə də mürəkkəb olduğuna görə. Qaldı neçə dənə? 6. Deməli, 6 dənə mürəkkəb böləni var imiş.
Tam bölənlərin sayı. Tam bölənlərin sayını taparkən natural bölənlərin sayını vururuq 2-yə. Natural bölənlərin sayını tapmışdıq. Yazıram n-b vur 2. Yəni 9 vurulsun 2 olur 18. Cüt natural bölənlərin sayı. Cüt natural bölənlərin sayını taparkən tutaq ki, ədədimizə belə baxaq. Hər hansı bir A ədədidir. Ayrılıb, tutaq ki, 2 üstündə n, vurulsun B üstü m, vurulsun C üstündə K şəklində, vurulsun və s. Cüt sadə ədədim sadəcə 2-dir. Deməli, burada 2-yə fikir vermək lazımdır. Düstur kimi yazsam əgər olacaq. N vurulsun. N nədir? 2-nin qüvvətidir. 2 cütdür. Qalanların üzərinə 1 gəlib toplayıram. M üstəgəl 1, K üstəgəl 1 və s. şəklində. Misalda baxıram. 2-dən neçə dənədir? 2 dənə. Yazıram. 2 vurulsun. Digərlərin üstə 1 gəlib toplayıram. 2 üstəgəl 1. 2 üstəgəl 1 niyə? 3-ün qüvvətindəki 2-dir ona görə. Bərabərdir. 2 vurulsun 3 olur 6. Deməli 6 dənə cüt natural böləni var bu ədədin. Daha sonra natural bölənlərin cəmi. Natural bölənlərin cəmini taparkən düsturumuz S bərabərdir. A-nın üzərində n üstəgəl 1 çıx 1 bölünsün A çıx 1. Vurulsun B-nin üzərində m üstəgəl 1 çıx 1 bölünsün B çıx 1. Vurulsun C-nin üzərində K üstəgəl 1 çıx 1 bölünsün C minus 1 şəklində hesablanır. Ədəddən kiçik və ədəd ilə qarşılıqlı sadə olan ədədlərin sayının tapılmasına baxaq. Düsturumuz ədəd n-dir. N vurulsun. Tutaq ki, 1 çıxılsın. Sadə vuruq A-dır. A-da 1. Vurulsun. 1 çıxılsın. B-də 1. Vurulsun. 1 çıxılsın. C-də 1 şəklində və s. şəklində yaza bilərəm. Ədədimiz dedik n-dir. N bərabər A üstündə n. Vurulsun B üstü m. Vurulsun C üstündə K. Vurulsun və s. şəklində qeyd edə bilərik. Misal nümunəsinə baxaq. Tutaq ki, 96-dan kiçik, 96 ilə qarşılıqlı sadə olan ədədlərin sayının tapılmasını istəyir. İlk öncə 96 ədədini ayırıram. 96 bərabərdir. 2 üstündə 5 vurulsun 3 şəklində. 3 üstü 1 şəklindədir. Buradan yazıram. Qarşılıqlı sadələrin sayını taparkən. 96 vurulsun 1 çıxılsın. Sadə bölən nə idi? 2. 2-də 1. Vurulsun digəri nə idi? 3. Olacaq 3-də 1. Bərabərdir. 96 vurulsun 2-də 1. Vurulsun 3-də 2. 2-ni 3-ə vuram 6. 96 ilə burada bu 6 ixtisar gedir. Qalır 16. 16-nı da 2-yə vursaq edir 32. Deməli 96 ədədindən kiçik və 96 ilə qarşılıqlı sadə olan 32 dənə ədədimiz var imiş. Davam edirik əbob və əkobla. Ən böyük ortaq bölən əbob, ən kiçik ortaq bölünən əkob. Verilmiş ədədlərin hər birinin qalıqsız bölündüyü ən böyük natural ədədə əbob deyilir. Verilmiş ədədlərin hər birinə tam bölünən ədədlərin ən kiçiyinə əkob deyilir. Məsələn, 2 ədəd götürək və onların əbobu ilə əkobunu hesablayaq. Tutaq ki, ədədimiz olsun 24 və 36. Əbob tapıram. Yazılır əbob 24, 36 şəklində bərabər. Həm 24-ü, həm də 36-nı sadə bölənlərinə ayıraq. 2-yə bölünür 12, 2-yə bölünür 6, 2-yə bölünür 3, 3-ü də 3-ə bölürəm 1, 36, 2-yə bölünür 18, 2-yə bölürəm 9, 3-ə bölürəm 3, 3-ü də 3-ə 1. Əbobu taparkən ortaqları seçirəm. 2, 2, 2, 2, 3 və 3. Sadəcə birindən birini silirəm. Birindən dairəyə aldığım ədədləri vururam əbobda. 2 vur, 2 vur, 3.
bərabərdir 12. Demək 24 və 36 ədədlərin ən böyük ortaq böləni 12-dir. 12-dən kiçiklər var. 2 var, 4 var, 6 var. Amma ən böyük hansıdır? 12-dir. 12-dən böyük ortaq bölənləri yoxdur. Əkob, yəni ən kiçik ortaq bölünən hesablayanda isə eyni ədədlərə baxaq. Tutaq ki, əbob, əkob daha doğrusu. 24, 36. Bərabərdir. Yenə 24-ü ayırırıq. Başa yazaq. Ortaqlarını seçirəm. Ədədlərdən böyük olan hansıdır? 36. 36-nı yazıram əkobda və burada onu silirəm. Kiçik ədəddə hansı ədədi biz seçməmişik, dairəyə almamışıq? 2-ni. Həmin bu 2-ni gətirib vururam əkobdakı ədədimə. 36 vur 2 olur 72. Deməli, bu ədədlərin ən kiçik ortaq bölünəni əkobu 72-dir. 72-dən böyük bölünənlər var. Amma ən kiçiyi 72-dir və 72-dən kiçiyi yoxdur. Baxaq əbob və əkobun düsturlarına. Birinci, əbob AB vurulsun əkob AB. Əgər ədədlər eynidirsə, hesablamağa ehtiyac yoxdur. Birbaşa A-nı B-yə vurmaq kifayətdir. Əbob AB-nin kvadratı olanda sadəcə A-la B-nin kvadratı yüksəltməyimiz kifayətdir. Eynisi əkoba da aiddir. Əkob AB-nin kvadratı verilibsə, bu zaman əkob A kvadratı B kvadratı şəklində yaza bilərik. Əkob AB böl əbob AB bərabərdir C. C ortaq olmayan sadə vuruqların hasildir. Yəni 2 ədəd veribsə, ortaqları atırıq, sadə bölənləri ayırandan sonra. Ortaq olmayanları bir-birinə vururuq, alınır C. Əbob ilə əkobun ortaq olmayan sadə vuruqların hasili ilə əlaqə düsturları var. Əbob AB bərabərdir. Kök altında A vur B bölünsün C. Əkob AB bərabərdir. Kök altında A vur B vurulsun C. Ardıcıl cüt ədədlərin əbobu 2-yə bərabərdir. Hər zaman tutaq ki, ardıcıl cüt ədəd gördüksə, onları sadə vuruqlarına ayırıb, sadə bölənlərini ayırıb hesablamağa ehtiyac yoxdur. Birbaşa 2 yaza bilərik. Əkobu isə ardıcıl cüt ədədlərdə 2 vurulsun n üstəgəl 1 şəklində hesablanır. Verilən ədədlər qarşılıqlı sadə olarsa, əkob həmin ədədlərin hasilinə, əbob isə 1-ə bərabərdir. Əgər A B-nin bölünəni B A-nın böləni şəklində bir şərt verilibsə, A nədir burada? Bölünən. Əkob nə idi? Bölünən, ən kiçik ortaq bölünən. Deməli, əkob AB A-ya bərabər olacaq bölünənə. Burada B nədir? Bölən. Əbob nə idi? Ən böyük ortaq bölən. Əbob AB isə bərabər olacaq bölənə, yəni B-yə. Kəsr şəklində verilirsə əgər, tutaq ki, əbob B də A, D də C verilib. Bu zaman ortaq məxrəc tapırıq. Tərsinə çıxarıq çölə. B də D də 1 vurulsun əbob. Çarpaz şəklində vururam A, D və B, C şəklində. B, D də 1 vurulsun əbob A, D, B, C. Eynisi əkob üçün də hər zaman ödənilir. Baxaq əkob və əboba aid məsələlərə. 43 nömrəli tapşırıq yenə test toplusuna aid misaldır. 2 ardıcıl cüt ədədin əkob və əbobunun cəmi 222 olarsa, onların ən kiçiyini tapın deyir. İlk öncə 2 ardıcıl cüt ədədi yazıram. Birinci ədədimiz 2n-dir, digəri isə 2n üstəgəl 2-dir. Əkob və əbobun cəmi deyir. Yazıram. Əkob 2n 2n üstəgəl 2 üstəgəlinsin əbob 2n üstəgəl 2 bərabərdir 222. İlk öncə bayaq dedik ki, ardıcıl cüt ədədlərin əbobu 2-yə bərabərdir. Əkobu isə 2 vurulsun n üstəgəl 1 düsturu ilə tapılır. Yerinə yazırıq. 2n vur n üstəgəl 1 üstəgəl 2 bərabərdir 222. Adi tənliyi alındı. 2n vurulsun n üstəgəl 1 bərabər 2-ni keçirdirəm. Digər tərəfə 222-dən 2 çıxanda 220 qalır. N vurulsun n üstəgəl 1 bərabər 220 bölü 2 110.
N buradan bərabər olur 10-a. N üstə gəl bir də 11-ə. 10-u 11-ə vursaq 110 alırıq. Ədədlərin ən kiçiyini istəyir. N-i 10 tapmışıq. Ədədimiz isə 2N-də ən kiçik. Yəni 2 vur 10. Ədədimiz olur ən kiçik 20. 68 nömrəli tapşırıq. Diaqramda A, B və C natural ədədlərinin sadə vuruqları və onların sayı verilmişdir. Əkob AB bölünsün, əbob BC-ni tapın. Grafikə görə A-nı, B-ni, C-ni təyin edin ilk öncə. A nəyə bərabərdir? A da 3-dən 6-da nədir? Yəni yazıram 3 üstü 6. 7-dən isə 3-də nədir? Vurulsun 7 üstü 3. B bərabərdir. 3-dən 4-də nədir? 3 üstü 4. 7-dən isə 7-də nədir? C bərabərdir. 3-dən 5-də nədir? 7-dən isə 6-da nədir? Aha. İndi gətirək, yerinə yazaq verilən nisbətdə. Bir saniyə. Aha. Demək, bizə verib ki, əkob AB bölünsün, əbob BC-ni tapın. Əkob AB. Əkob nədir? Bölünən. Yəni, ən böyükləri götürürəm. A-la B-də qüvvət ən böyükləri seçirəm. A-da 3 üstü 6-dır, B-də 3 üstü 4. Ən böyük hansıdır? 3 üstü 6. 3 üstü 6-nı götürdüm. 7, 3 üstü 3, 7 üstü 3, 7 üstü 7 var. Ən böyük hansı? 7 üstü 7. Onu götürürəm. Əbobda böləndir. Ən kiçiyi lazımdır mənə. Baxıram, B ilə C verib. B-də 3 üstü 4, C-də 3 üstü 5-dir. Ən kiçiyi hansıdır? 3 üstü 4. 7 üstü 7, 7 üstü 6. Ən kiçiyi hansıdır? 7 üstü 6. İxtisarlarımı aparıram. 7 üstü 6, 6 dənəsi buradadır, 7 dənəsi buradadır. Getdi, biri qaldı. 4 dənə buradadır, 6 dənə burada. Getdi, ikisi qaldı. Yəni qaldı 3 üstü 2 vur 7 üstü 1. 9 vur 7, 63 doğru cavab olur. Davam edirik. 76. Ölçüləri 54 metr və 72 metr olan düzbucaqlı şəklində kiçik parkın ətrafına onun sərhədləri boyunca bir-birindən bərabər məsafələrdə künc nöqtələrindən başlayaraq, yəni künc nöqtələrində də nəzərə alacağıq. Hər birinin qiyməti 50 manat olan işıq dirəkləri bərkidilib. Bu dirəklərin alınması üçün ən az neçə manat xərclənib? İlk öncə gəlin göstərək ki, burada nədən söhbət gedir? Düzbucaqlı şəklində bir bağdır. Bunun eni 54 metrdir. Uzunluğu 72 metr. Dirəklər bastırılıb və künclərə də bastırılıb. Bir ilk öncə bilməliyik ki, bu dirəklər neçə metrdən bir bastırılıb. Yəni tutaq ki, 54 metr boyunca da bunları bastırıblar. 72 metr boyunca da. Eyni məsafədə. Deyir axı, sərhədləri boyunca bir-birindən bərabər məsafələrdə dirəklər bərkidilib. 54 və 72-yə burada hesablamalıq tapmaq biz əbob. Demək, yazıram əbob 54, 72. Bərabər. Ortaq vuruq çıxardıram. 18-dir. Qalır əbob. 54-ü 18-ə bölürəm. 3, 72-ni 18-ə bölürəm 4. 3-dən 4-nə cürətdir. Qarşılıqlı sayda. Əbobu 1-ə bərabər olur. 18-i də 1-ə vursam 18 alır. Yəni 18 metrdən 1 dirəklər bərkidilib. Nə demişdi? Parkın ətrafına onun sərhədləri boyunca, yəni perimetri boyunca. Perimetrini tapaq. P bərabər 2 vurulsun. 54 üstə gəlsin 72. Yəni 2 vurulsun 126. O da bərabərdir 252 metr. 252 metr uzunluğunda bir parkın ətrafına 18 metrdən bir neçə dənə ağac əkilə bilərdir. Bunu tapmaq üçün perimetri 252-ni bölürük 18-ə. 252-ni 18-ə böləndə 14 dirək alınır. Yəni 14 dənə dirək bastırılacaq bura. İndi bu dirəklərinin biri 50 manatdır. Neçə manat xərclənib deyirsə, 14-ü vurmalıyıq 50-yə. 14 50-yə vuranda alırıq 700. Deməli 700 manat xərclənməlidir. Həmin dirəklərin alınması üçün. Davam edək 81 nömrəli tapşırıq. Döşəməsi kvadrat formasında olan otağın döşəməsinin tərəflərinin uzunluğu
ən az neçə metr olmalıdır ki, onun ölçüləri 45 və 54 sm olan düzbucaqlı formasında kafellərdən itkisiz istifadə etməklə tam örtmək mümkün olsun. Kvadrat formalı bir otaqdır. Bir dəqiqə. Kvadrat formalı bir otaqdır. Bu otağın deməli, balaca kafellərlə örtməniz lazımdır. Tutaq ki, bu kafellər də bu şəkildə. Ölçüləri 45 və 54 isə düzbucaqlı şəklindədir. Eni 45-dir, uzunluğu 54. Bu şəkildə bura kafelər örtüləcək, düzdürmü? Bu kafelər baxın, bu kvadratın hər iki tərəfi boyunca olur. Yəni 54-lər, burada 54-lər var. İtkisiz olmalıdır. Bu hissədə də 45-lər var. Yəni bu kvadratın tərəfi həm 45-ə, həm də 54-ə tam şəkildə bölünməlidir. Yəni nə olmalıdır? Bölünən tapmaq lazımdır. Bölünən nə idi? Əkob. Əkob 45, 54-ü tapaq. Ortaq vuruq 9 çıxardıram. 9 vurulsun. Əkob 5, 6. 5-in 6 qarşılıqlı sadə ədəddir. Onların əkobu olacaq hasillər 30. 9 30-a vuranda olur 270. Nə idi burada bizə santimetrlə verib? Amma ən az neçə metr deyir. Ona görə 100-ə bölürəm. Metrə çevirim. Olur 2,7 metr doğru cavab. Davam edirik. 84 nömrəli tapşırıq. Ölçüləri 48 metr, 60 metr və 60 metr olan üçbucaq şəklində bağın, yəni bərabər yanlı üçbucaqdır. Bağın ətrafına onun sərhədləri boyunca künc nöqtələrindən başlayaraq bir-birindən bərabər məsafələrdə olmaqla ağaclar əkilməlidir. Bunun üçün ən az neçə ədəd ağac lazımdır? Bayaq yazdığımız düzbucağının eynisidir. 60, 60, 48 yazıram. Nə tapmaq lazım? Yəni 60-ında burada bölənini tapıram. 48-in də böləni tapıram. Neçə metrdən bir? Həm 48-i eyni qədər bölüb, həm də 60-ı. Əbob tapırıq. Əbob 60, 48. Bərabərdir. Ayırsaq əgər bunları 60 olur. 2 vur 2, vur 3, vur 5. 48 olur. 2 vur 2, vur 2, 3 şəklində. Ortaqlarını götürmək lazımdır. 2'lərdir. 2'lər və 3. 2 vur 2, vur 3. Bərabərdir 12. Əbob 12'dir. Perimetr tapırıq. 2 vur 60, üstə gəl 48. Bərabərdir 168. Daha sonra perimetri bölürük əboba. 168 12'ye böləndə 14 düşür. Yəni 14 ağac lazım olacaq. 97 nömrəli tapşırıq. Traktorun ön və arxa təkərləri radiusları 2 metr və 3 metr olan dairə formasındadır. Tutaq ki, bura 2'dir, burada 3'dür. Dairə formasındadır. Əgər təkərlər üzərində olan A və B nöqtələri yerlə təmasda olarkən traktor hərəkətə başlayarsa, ən az neçə metr yol getdikdən sonra ilk dəfə A və B nöqtələri yenidən eyni anda yerlə təmasda olar. Əgər eyni anda deyirsə, baxın, tutaq ki, hərəkətə başlayandan bu şəkildə neyir? Gəlir, hərəkət edir. Hər iki çevrə boyunca. Yəni tam dövr edir. Bu tam dövr nə olur? Çevrələrin, təkərlərin uzunluğu qədər. Biz uzunluğu necə tapırıq? Təkərlər çevrə formasındadır da, dairə formasındadır. Bu dairəni çevirən uzunluğu necə tapılır? L bərabərdir 2 pi r düsturuyla. Buna görə bir dəfə L1 balaca çevirənin uzunluğunu tapırıq. L2 ikinci böyük çevirənin uzunluğunu tapmaq lazımdır. L1 olur. 2 vurulsun. P'nin qiymətini verib bizə şərtdə 3. Radius neçə olacaq? 2. Bərabər olur 12 metr. Uzunluğu 12 metrdir deməli. Təkərin. İkincidə 2 vurulsun. 3 vurulsun. Radius neçədir? 3. Da olur 18 metr. Deməli ikincisi 18 metr. Yol gedəcək. Belə deyək. Dövr edən zaman. 12 və 18'ə tapırıq əkob. Çünki ən az neçə metr yol getdikdən sonra sözü var orada. Ən az edinə görə əkob tapıram. 12, 18 bərabərdir. 12 ilə 18'dən ortaq vuruq. 6 çıxarıram. Qalır əkob 2, 3. 2 ilə 3 qarşılıqlı sadədə hasilini götürürük.
olur 36 metr. Deməli 36 metr bu traktor yol getdikdən sonra təkərlər yenidən A və B nöqtələri eyni anda yerlə təmasda olar. Natural ədədlər mövzusunun izahları misallarla birlikdə bu qədər.